Üçüncü Qədr gecəmiz, bu ilimizin ən mühüm gecəsi və həssas gecə, taleyimizin həll olan anları, mənəvi, maddi ruzilərimizin qeyd olan dəqiqələri. Üç gecədə ən mühüm gecə deyirlər, üçüncü gecədir. Mən çıxışma başlayıram hələ mövzumuzun 3 günlük Qədr gecəmizin silsiləvarı çıxışını inşallah bu gecə bitirirəm. Allah nəsib eləsin. Biz belə başladıq. İnsan ehtiyacını dərk eləməlidir. Qəlbən möhtac olduğunu duymalıdır. Hamımız. Yəni hiss eləməlidir ki, daxildə bir boşluq var. Var ha, bunu hiss eləməlidir, fərqində olmalıdır. Bu ötəri də bir boşluq deyil. Belə gəldi, getdi, o boşluqlardan deyil. Hərdən sıxılırıq, gəlir, gedir, ondan deyil. Bunu ora qatmayın. Bu ötəri boşluq deyil. Əksinə elə bir boşluqdur ki, səadət, xoşbəxtlik, həyat o mövzuya bağlıdır. Onu boş saxlasan, öz səadətin sual altına geyir. Bu qədər əhəmiyyətli mövzudur. Ona görə belə bir mövzu danışım ki, bu üç gecədə hamımız yığışmışıq da indi, oturmuşuq, gecə vaxtı dinləyirik. Hamımızın praktik həyatımıza aid olan bir mövzu düşündüm. İndi Allah lütf eləsin ki, haqqı nədə eləyim. Bu ehtiyac nədir bəs? Cavab, mənəvi və ruhani bir ehtiyacdır. Mənəvi və ruhani bir ehtiyacdır. Məhdudlarla, maddi dünya ilə ödənə və təmin edilə bilməz. Elə bir ehtiyacdır. İnsanın ruhunun qeyri-məhdud, sonsuz qüdrətlə, mütləq kamalla ünsiyyət və rabitə qurmaya ehtiyacı var. Niyə? Cavab. Özündə axtar, bax, sonsuz istəklərin var. Bitir istəklərin. Neçə ildir bitib istəklərin. Biri qutarıb demirsən o birisi. O birisi qutarıb bu birisi. Ağsaqqallar, yaşlılar, analar bitib istəklərimiz. Bitməyib. Bitmir. İnanın mənim sözlərimə, 500 ildə yaşıyorsunuz, bitməyəcək. Əbədi bu dünyada yaşıyorsunuz, bitməyəcək. Sizin istəyiniz bitməyəcək. Bir insan olaraq istəyiniz bitməyəcək. Əgər istəklər sonsuzdur, deməli, sonsuz qüdrət bizi təmin edə bilər. Sonsuz qüdrət. O kimdir? O Allahdır. Məhdudlarla sən rahatlaşa bilməyəcəksən. Başa düşürsən? Məhdudlar səni qane eləməyəcək. İbrahim Peyğəmbər belə sözü vardı ya, La uhibbul afilin. Mən qürub edənləri sevmirəm. Məşhur kəlməsidir İbrahimin. Biz nə qədər fəlsəfə yatıb. Mən qürub edəni sevmirəm. Yəni bir şey ki, ya bir müddətli idi, mən o sevmirəm. Mən insan olaraq belə xəlq olmuşam ki, qürub eləyəni sevmirəm. Mən fani istəmirəm, faniyə aşıq olmuram. Mən baqini axtarır mənim qəlbim. Başa düşürsünüz. İnsanın mütləq kamalla ünsiyyət və rabitə qurmağa ehtiyacı var. O varlığın adı Allahdır. Əgər düşünürsən ki, cavan, düşünürsən ki, daxilində olan boşluq, bu ehtiyac, yalancı sevgilərlə, məcazi eşqlərlə, üzr istəyirəm, romantika ilə, ötəri dünya ilə bunu doldura biləcəksən, vallah, vaxt itirmə, həyifdir vaxtın getməsin. Yəni, gedib bir yerdə dayanacaqsan, gözləyirsən ki, o deyil, o qədər yaşayana qədər elə buradan sənə rahat deyirəm. İllərin təcrübələri ki, danışıblar, görmüşük, oxuyuruq və vaxtını itirmə valla. Həyif eləmə özünü. Qurban eləmə özünü. Məcaz eşqlərə. Yəni, demirəm, övlad sevgisi olmayacaq, ailə sevgisi olmayacaq. Başa düşürsün nə deyirəm? Dünya ilə təmin ola bilməyəcəksən bir sözlə.
Dünyanın hər üzün sənə göstərsə, yenə rahatlaşmayacaqsan. Bir dənə hədis deyirəm qısa, məsumdan. Ət-dünya təğurru, təzurru, təmurru. Qurban olduqlarım nə gözlər sözlər deyiblər. Dünya aldadır, zərərini verib, sonra səni tənha qoyub gedir. Aldadır, ziyanını verir, tənha qoyub çıxır gedir. Dünyanı öz məqsədin təyin eləmə, öz qayən təyin eləmə. Dünyan olacaq. Amma sənin son hədəfin o olmayacaq. O hədəfə gedən yol olacaq. Pulun olacaq, vəzifən olacaq, şöhrətin olacaq. Nə olsun, olsun. Kim istəmir ki, bula? Amma bu sənin son hədəfin ola bilməz. Aldatma özünü. Onu hədəf eləmə. Onu hədəf eləsən, uduzacaqsan. Ziyan çəkəcəksən, zərərə düşəcəksən. Başqa yolun yoxdur sənin. Yaxşı. Bunu anlamaq ki, mənim ehtiyacım var, 1. Və bu ehtiyacımı yalnız sonsuz qüdrət təmin edər, 2. Bu anlamaq, bu ehtiyacın dərki və qəlbən bunu duymaq artıq insanın oyanışıdır. Çox sadə, hə? Ehtiyacı dərk eləyən kimi oyanıram. Oyandım da doğrudan da, elə bir ayıldım, doğrudan, bir dənə o deyüsüz, o yəni o oyandım. O halətin səsidir. Doğrudan, sən demə, mən yatmışam neçə vaxtı, başımın altına balış qoyublar, elə bir həyat budur. Özümü bir cür aldatmışam, başqası mənə bir cür aldadıb. Doğrudan sən demə beləymiş ki, oyandın. 3-cü gecə artıq oyanmışıq. 1-ci gecə ehtiyac, 2-ci gecə oyanış, 3-cü gecə gəlmiş, indi neyniyək? Oyanışında mərhələləri var, mərtəbələri var. Pillə-pillə insan oyanır, elə deyirlər, hamı eyni səviyyədə oyanır. Oyanmaqdan oyanmağa fərq var. Adam var, oyanıb, indi üzr istəyəm, belə həyatdan misal çəkim, oyanıb, amma yarı yuxuludur, düzdür? Görsən, danışırsan ondan, söz deyirsən, birini eşidir, ikisini eşitmir. Danışırsan, sən axır belə nə deyirsən? Bir hardaydın bir adam? Tam oyanmayıb. Bu birisi də belədir. Asas da oyanırsan. Sən hələ birdən-bir oyanan kimi, hələ bir başlayasan, böyük mövzulara, bu kişi yazıq hələ yarı yuxuludur, bir dayan hələ. Bunu hələ gücünə bəla ilə silkələmişik. Biraz bir gözü yatıb, bir gözü oyaq, hərdən gedir, itəliyirik, durğuzuruq. Bəzən süpə durğuzanda görmüsünüz. Yarım saat onu süpə oyadır səni. Buradan yatır, oradan durğuzsan, oradan belə dayanır. Yarım saat bu belə alır, bir dənə bu kirkət süp namazı qılacaq. Oyanmaqdan oyanmağa fərq var. Oyanmaqdan oyanmağa fərq var. Adam da var, maşallah, bir dəfəyə oyanır. Tam rahat, bundan rahat yol fikirsən, ayıq, sayıq. Bir dəfəyə demir, deyən kimi yox, elə gözünlə baxan kimi başa düşür. İşarədən anlayır, işarədən. Tutur məsələni, göydə tutur deyirlər, bax, təxmin edirlər. Lazım deyil, hər şeyi incəliyəsən ona, xırda, yox, ayıldı bu kişi, maşallah. Xanıma da aiddir, kişiyə də misalımıdır. Amma bir dənə də xətər, bunları deyirəm, oyanandan sonra yatmaq da olur. Oyandı, bir də getdi, yatdı. Adamı yandıran odur. Yatdı, Allah saxlamış. Bu da özü dərin yatdı. Bunun zəlzələ də oyatmır dahi. Getdi. Bəzən belə də olur. Təzədən yenə də oyanır. Da elə bilməyin ki, da oyandıq, qutardı, getdi. Oyanışdan sonra yatmaq mümkündür. Bir dənə ayə deyim, bu sözlərimi istəyirəm statla danışım. Allah deyir, وَإِذَا غَشِيَهُمْ مَوْجٌ كَالظَّلَلِ O çətin bir böhrandan danışır, hadisələr, imtihandan danışır. Deyir, دَعَوُوا مُخْلِسِينَ لَحُدِّينَ Elə ki, çətinliyə düşürlər. Məsələn, o tutaq ki, gəmidə ya təyyarədə boşluğa düşmür. Məsələn də, hadisələrdə. Dəvullah muxlisinə ləhuddin. Allah deyirlər, ayılıblar Allah artıq. Allah. Fələmmə nəccahum. Elə ki, bunlara nicat veririk, ayə baxın. Fəminhum muqtəsid. Olan hamısı orta yolu tutub getmir. O birlər təzdən yatır. Bir qismi ayılır, bir qismi təzdən yatır. Deyməyin mənə.
Oyanışın dərəcələri var. Oyanmağın nişanələri var, nişanələri. Bax, indi oturmuşuq, hamımız yığışmışıq da bu gecələr. Görün, nişanələrini deyirəm, var səndə, yoxsa yox. Varsa oyanmısan. Varsa oyanmısan. Yaxşı. Nədir? İlahi neymətləri görməyə başlayırsan. İlahi neymətləri görməyə başlayırsan. Demirəm, əlində olanları görürsən. Əlində olanı neymət kimi görsən. Söz budur. Əlində olanı görsən, neymət kimi görsən. Bu çox mühümdür. Gözün açılır da o neymət olduğunu görürsən. Çox mühümdür. Adam var, neymətin yanından keçir, neyməti görmür. Quran buyurur ki, Kəəyyin min əyetin fis-səməvati vəl-ərd yəmurruna aleyh və hum ənhə muridun. Nə qədər mənim nişanələrimin yanından, əlamətlərimin yanından, ayələrin yanından elə keçdüz, yanına, amma görmədiniz. Yanındakı gördü, sən görmədin. Maraqlıdır. İkimiz o yerdən keçmişik yaxı. Niyə o gördü, mən görmədim? Çünki qafildir, oyanmayıb. Qafildir, oyanmayıb. Oyanan insan əlində olanlara neymət kimi baxır. Neymət gözü ilə baxır. Bir var deyir ki, belə də olmalıdır da, əlimdə olanlara belə də olmalıdır. Necə olmalıydı ki? Bir də var, yox, deyir, bu mənə hədiyyədir, Allah mənə neymət verib. Bunlar fərqli baxış deyə. Məsələn, bir müəllif kitab yazıb, sən bunu dükandan da ala bilərsən. Bir də müəllifə deyirsən, ola bir dənə, sən də mənə bir lütf elə bir kitab ondan, ya indi hədiyyə istəyir, ya deyir, mən almışam, sən imza çək. O imzalı kitabla onun nə fərqi var ki, imza çəkmədiyinin? İmza sanki xüsusidir, müəllifin sənə hədiyyəsi kimi görürsən, onu da çox istəyirsən axı. O imza sənə bir başqa zövq verir. Əlində olanlarda Allahın imzasını görə bilsin, zövq alacaqsan. Bu övlad düzdür şirindir, amma bundan şirin bu neymətdir. Bunu kim verir mənə? O verir. İmzanı gör. İlişib qalmışsan balada. Balada ilişib qalanda gəldin evə, yarım saat oynayırsan, yarım saat çox oldu. Kişilərə aiddir. Yarım saat kimdə oynayan, hə? 5 dəqiqə aldın, ver mənə, verdi. 5 dəqiqə get götürmürsən Allah. Tutardı getdi də. Kimdir bu 2 saat oynadan? Amma sən buna bir bala kimi, yox, bir neymət kimi bax, Allahın imzası kimi. O müəllif imza çəkib, imza, gündə açır imzaya baxır. İmza başqa zövq. Neymət yəni bu. Əlində olana neymət kimi bax. İmzalı, Allahın imzasını gör. Onda aləmlə kontakta girsən. Ünsiyyət yaranır artıq. Ümid edirəm, deyə bilirəm sizə. Onda ünsiyyət yaranır. Bu mənə Allah hədiyyə edib. Yəni, başqa misal çəkib, 1000 manat maaş alırdı, Allah, belə də olmalıdır. Birdən ad gündə 100 manat verir. 100 manat buna şirindir. Niyə, qardaşım, niyə sən şirin deyil? 100-ü hədiyyə kimi görür. Qıraqdan gəldi. 1000 hələ stabildir. Əlində olan imkanları neymət kimi görən gözün olsa oyanmısan. İmzanı görən gözün olsa oyanmısan. Ayılmısan. Nəyin ki oyanmısan, başa düşürsən ki oyadıblar, nəyin ki oyanmışam. Oyanmamışsan, oyadıblar. Değişdin mövzunu. Sən demə, mənə oyadıblar. Allahu Ekber. Mənə ayıldıblar ki. Mən elə bilmişəm, mən oyanmışam. Ayıldıblar məni. Yerimdən qaldırıblar məni. Hər anda Allahın əlini görməyə başlayırsan. Hər an bax, görürsən ki, ilahi nə qədər lütf edir. İmam Səccadın bir duası var, buyurur ki, Ənə fəqirun fi ğinaya. Keyfə la əkunu fəqirən fi fəqri. İlahi, mən hər cəhətdən zəngin olsam belə, yenə də sənə möhtacam, hüzurunda fəqirəm. Zəngin olduğum təqdirdə fəqirəm, fəqir olduğum təqdirdə necə fəqir olmaya bilərəm? Qəribə sözlərdir, məsum sözdür, məsum sözdür. Yəni, əlimdə olanlara baxıram, sənlə baxıram, görəm əlim boşdur. Boşdur, hamısı səndir. Əslində, sənindir
Mən sanki aynayam, məndə görünür. Mən niyə öyünürəm ki? Baxın, güzgüdə dayanıb bir nəfər siması gözəl bir insan. Misaldır da bu, belə şairanə danışım. Qəşəng siması düşüb güzgüyə. Güzgü öyünməyəcək ki, nə qəşəngəm. Çünki o deyil qəşəng, o bir dənə ağ səhifə. Bunun o birisinin siması düşüb, onu gözəl göstərib. Biz də dayanmışıq, bizdə olanlar hamısı nədir? Onundur. Ənə fəqirun fi qinayı. Mən puçam, boş, Allaha nisbət, Allah. Heç nəyim yox, sıfır, sıfır. Hər nə varsa onundur. Mən məzhərəm, mən aynayam. Ənə fəqirun fi qinayı. Mən fəqirəm. Fəqirəm, özdə hər anda ehtiyacımı sən ödəyirsən bu mənada. Hər an neyməti görə bilsən, kontakt yaranır artıq Allahla, rabitə yaranır. Hər an görmək çətindir, yaxşı. Böyütmürəm, düşürdürəm aşağı. Hərdən 3-4 dənə neymət elə baxa bilirsiniz həyatınızda. Onu görə bilirsiniz, oyanmışsınız. Çox sadə. İndi tam da oyanmasan, biraz oyanmasan. Yaxşıdır da, tam yatandan 1000 dəfə yaxşısan. 1000 dəfə yaxşısan. Bu səni aparıb bir yerə çatdıracaq. Yetişəcəksən sən, valla. Bu artıq sənin bir stimuldur. Bir deyilərim ki, ümid yarana hərəkət eləyək. Bir pilləd aparam qabağa, dərinləşdirirəm mövzunu. Nə deyirdim bayağı qədər? Neymətləri gör. İndi nə deyirəm? Bir müddətdən sonra yalnız neymət deyil, neymət verəni görməyə başlayırsan. Neymət verəni görməyə başlayırsan. Diqqətin neymət verənə yönəlir. Diqqətin nəyə yönəlir? Neymət verənə yönəlir. Bir müddətdən o əzəmətin görməyə başlayırsan. Allah, sən nə qədər əzəmətlisən. Əmrül-Mömin nə deyir? Əzuməl xaliq fi ənfusihim fəsəğurə madunəhu fi əyunihim. Xaliqin əzəməti canlarına, Xaliqin əzəmətini canları ilə anladılar. Fi ənfusihim, canı ilə, qəlbi ilə, ruhu ilə. Fəsəğurə madunəhu fi əyunihim. Başqaları nə oldu belə olanda? Allahın əzəmətini üçün canları ilə anladılar, ondan başqa hər şey gözlərində kiçildi. Ondan başqa hər şey gözündə kiçildi. Mütləq qüdrəti gördülər, zahiri qüdrətlər kiçildi. Nəinki cəmiyyət, insanlar dəyərsizləşdi. Yox, əstəğfurullah. Allaha bağlı olan insan cəmiyyət gözündə dəyərsiz olmur. Allaha eşqi adamı nə qədər çoxalırsa, bəşəriyyətə məhəbbəti də artır. Məhəbbətimiz cəmiyyətə azdırsa, eşqimiz Allaha azdır. Əmrül-Möminin namazın rükusunda Allah ünsiyyətdədir, amma fəqirinin də əlindən tutub. Allah vəlisi. Bir əli fəqirdə, vücudu rabitədə, rükuda zəkat. İkisini də yığıb bir yerə. Bir tərəf xaliq, bir tərəf nə? Xəlq. Qardaşlarım, bacılarım, gördünüz bir dindar bu cürünü özünü aparır, cəmiyyətə çox nifrəti var, amma özünü Allaha çox məhəbbətli göstərir. Yox, o düz anlamayıb. Çünki Allaha çox məhəbbət olanda insan, insaniyyət insanları sevməyə başlayır, bəşəriyyətə qənim kesilənləri nifrət eləməyə başlayır. Budur, qaydadır bu. O yan bu yanı yoxdur. O yan bu yanı yoxdur. Bəzən görürsünüz, din ibadətə gələnlər bəzən kobudlaşır. Kobudlaşır belə, qəribə, belə, yuxarıdan aşağı baxma başlayır. O düz tutmayıb. O siratda deyil. O düz getmir yolu. Məsələn, onu da o günə qoyan var. Yazıq, məsələn, Allahın buyruqlarını icra eləyir. Məsələn, haram məclisə getmir. Evdə anata deyir ki, Yusuf balamız fanat olub. Fanat olub neyinib? Məsələn, bir də harama getməyib. Oradan belə sıxır, bu da buradan belə təpki verir. O da səhv eləyir, bu da səhv eləyir. İkisi də yanlış eləyir. Allah Xaliqin əzəməti canında, Xaliqin əzəmətin canı ilə anlayır, başqaları gözündə kiçilməyə başlayır. Nəinki insanlar dəyərsizləşir, əksinə sadəcə olaraq insanların yersiz istəkləri onun həyatına istiqamət vermir.
İnsanların kindən doğan qınaqları onu ruhdan salmır. Gözüm aydın. Gözüm aydın. O, bəzi vaxtlar, bəzi insanların hər sözü sənə narahat edir. Desin də, bu da narahat olur. Bir dənə təmsil deyim sizə, təmsil. Təmsil olar da. Deyir ki, ağcaqanad gəldi, yekə bir ağacın budağına oturdu. Böyük bir ağacın budağına oturdu. Uçmaq istəyəndə qayıtdı ki, möhkəm deyən uçuram. Ağac dedi ki, sən qonanda hiss eləmişdim ki, uçmağı da hiss eləyim. Bəzi adamlar sən narahat eləməz. Hər qınaq sənə narahat eləməməlidir ki. Demirəm, heç kimə cavab verməyəcəksən. Amma başı qaçsın elə bütün gün cavablara böyük işlərdən qalacaqsın. Məsələ bu. Əzuməl xaliq fi ənfusihim. Allahın əzəmətini canları ilə duyurlar. Və səğurə madunəhu fi əyunihim. Başqaları gözündə bu mənada kiçilib, hansı mənada izah edirəm? Yəni, insanların kindən doğan, yalancı, qınaqları o ruhdan salınır. Qüdrət və izzətin Allaha məxsus olduğunu görür. İnnəl izzətə lillahi cəmiən, innəl quvvətə lillahi cəmiən. İzzət də sənə məxsus, qüdrət də sənə məxsus. İnsan, bax, bu ayılmaqdır ya, bu da ayılmağın pikridir. Əzəmət, Allahın əzəmətini görməyə başlayırsan. Xülasə, ehtiyac hissi aktivləşəndə mən möhtacam ona. Kimə? Ona. Sonsuz qüdrətə. Niyə? Çünki sonsuz istəyilən sahibiyim. Bu ehtiyac hissi aktivləşəndə insan ayılır. Ayılmağın iki xüsusiyyətini dedim sizə. Elə ki, ayıldı, qayıdır. Ehtiyac, oyanış, qayıdış. Qayıdış nədir? Qayıdış bizim dildə, dini mətinlərimizə tövbə. Tövbə sözü nə oldu? Qayıtmaq. Bizim öz dilimizə tərcümə edirəm. Tövbə yəni qayıdış. İnsanda bəzi xüsusiyyətlər var ki, kamilliklər var ki, yalnız insana məxsusdur. Deyə tövbə də insana məxsusdur. Tövbə eləmək insana məxsusdur. Mələk nə tövbə eləyər? Öyle deyək. Başqa məxluqlar. Yox, tövbə də insana məxsusdur. Tövbə özü söz kateqoriyasına aiddir. Daxili olan əməldir. Qəlbə aid bir mövzudur. Tövbə psixoloji, ruhla əlaqəli bir haldır, halətdir. Düşüncənin təsiri var ona, demirəm, yoxdur. Amma sırf söz deyil, halətdir. Ruhda baş verən bir inqilabdır, insanın daxilində baş verən bir inqilabdır. O, daxildə baş verən o halətin ifadəsi əstəğfirullahdır. Əstəğfirullahdır. O söz artıq o halətdən xəbər verir. Biraz izah edeyim, açın bu mövzunu sizə, baxın tövbə nə deyim. Cansız əşyalar nəzərə alın. Cansız əşya, daş və s. Getdikləri yolun istiqamətini daxilən dəyişdirmək istedadına malik deyirlər. Məsələn, tutaq ki, yer öz oxu ətrafında fırlanır, günəş öz oxu ətrafında fırlanır. O, özü daxilən öz istiqamətini dəyişə bilməz. Onun istiqamətinin dəyişilməsi kənar qüvvələrə aiddir. Məsələn, daş buradadır. Daş deyək ki, mən burada oturmaq istəmirəm, getdim o tərəfə, yox. Onu gələk götürüb atasan kənardan o tərəfə. O istiqamətini dəyişə bilməz. Yuxarıdan aşağı gəldi, yox, mən aşağıdan yuxarı qalxmaq istəyirəm. Yox, bu daşda belə bir şey yoxdur. Cansız əşyadır. O istiqamətin dəyişsin, mümkün deyil. Kimsə aşağıdan yuxarı ata bilər, mümkündür. Cansız əşyalar, daxilində bu potensial və istedad yoxdur ki, öz istiqamətini dəyişsin. Bu bir. Yaxşı. Müəyyən bir xətt üzərində hərəkət edir. Yer kürəsi, günəş, cansız əşyalar. Mümkündür dəyişilsin xarici amillərin vasitəsilə, təsiri ilə. Keçdim indi bitkiyə. Bitki ilə heyvanda fərqlidir. Bitki müəyyən şəraitdə özünü daxildən istiqamətləndirə bilir. Bitkidə bu var. Məsələn, kökü gəldi, dayandı bir dənə daşa dəydi atda, kök gözdən dəyişdi yolunu, getdi bir lazım olan yerə, münbit şəraitə. Bitkidə bu var. Ya məsələn, heyvanda da var, üzr istəyirəm. Məsələn, bir ceyran qaçır, birdən şir gəldi üstünə, neyinir? Belə yerdə yolunu dəyişdi.
İndi instinkti nədir? Axır istiqamətin dəyişdi. Cansız cisimlər daxildən dəyişə bilmir, özünə istiqamət verə bilmir. Amma bitki, heyvan bu kimi, bəli, daxildən istiqamətin dəyişə bilir. İnsanda nə baş verir? Bu qədər niyə danışdım? Tövbə də istiqaməti dəyişməkdir. İstiqamət dəyişilməyibsə tövbə olmayıb. Gördünüz, bir insan elə yalnız ibadət edir, heç nə xarakter dəyişilməyib, düşüncələr dəyişilməyib, fikir dəyişilməyib, deməli tövbə eləməyib. Tövbə bu da istiqamət dəyişildi. Başa düşürsünüz? Daxildə inqilab oldu. Sən, o sən olmadın. Tövbə yəni bu. Tövbə insan yolunun dəyişməsidir. İnsan yolunu dəyişir. Və insana xas bir yol dəyişmədir. Nə mənada? Bir növ insanın özünün özünə qarşı çıxmasıdır. Bax, özünün özünə qarşı çıxmasıdır. Yolu dəyişilib, amma özünə qarşı çıxıb. Özü istəmir daxı, özü istəyir yatsın. Özü istəyir günah eləsin. Özünün bir dənə adəti var. Özü haram məclisi sevir, filan günahı sevir, özü sevir. Tövbə nədir? Özünün özünə qarşı çıxmağa deyirlər tövbə. Bu sənə məxsusdur bəşər. Hə, sənə məxsusdur. Özünə qarşı çıxa bilirsən. Bugünkü dünyanın təbliğ etdiyi məsələ budur. Mən özüm bilərəm, belə yaşa. Aciz insandır. Tövbə güclü insanların. Güclü insanlar tövbə edə bilir. Başa düşürsünüz? Güclü insanlar tövbə edə bilir. Zəif insanlar tövbə edə bilir. Tövbə güclü insanların seçimidir. İntihar zəif insanların qərarıdır. Mənim ürəyim belə istəyir deyib yaşayanlar heç də güclü və iradəli insanlar deyil. Qətiyyətlə sizə deyirəm. Qətiyyətlə sizə deyirəm. Ürəyim hələ istəmir axı mən bunu eləyim. Kişi ürəyi bir saxla. Ürəyi bir saxla. Qoy kənara. Ağlınla nəticə çıxart. Gör, məntiqə uyğundur yoxsa yox. Özün xoşa gəlib gəlməməklə yaşama. Bu mənim xoşuma gəlir yoxsa yox. Gör, əqlün nə deyir? Xeyirdir yoxsa yaxşıdır. Ürəyimin xoşuna gəlir yoxsa yox? Bu yox. Əqlivin baxacaqsan fikrinə, əqlivin. Əqlün nə qərar verir? Xeyirdir yoxsa ziyandır? Ona baxacaqsan. Əzalarını ürəyivə tapşırmayacaqsan, əqlə tapşıracaqsan. Ola bilər sənin hələ ürəyivə yatmır bu ibadət. Bu da sənin imtihanındır. O ibadət edəcəksən, sonra ürəyivə yatacaq. Bəzi yeməklər yeməmişik, xoşumuz gəlmir, bir dəfə yiyəndən sonra indi yeyirik. Bəzi neymətlərin sevgisi müftə verilmir, hələ birdən-birə, verilir hərdən. Deyir, bir dənə özün öz əksüvə get, bir dənə içində vuruş, ondan sonra verərəm sənə. Sevgini ondan sonra verəcəm. Bəzi xanımların sözü də budur, ya mən hələ ürəyimə gəlin baxacaq. Biri deyir, mən namaz elə ürəyimlə yaşamazlar. Hansı ürək? Hə, o ürək ki, ağıl ona istiqamət verir. Ariflərin ürəyi ilə əqli vəhdətləşib. O başqa ürəkdir. O ürəyi bundan hesablamasan. Yaxşı. Sən necə yaşamalısan? Sən baxmamalısan. Mən xoşuma gəlir, xoşuma gəlmir. Bu sözlərdən çıx. Sən bax, gör, xeyirdir yoxsa şərdir. Əsa ən tuhibbu şeyən fəhuvə kurhun ləkum. Çox şey xoş deyirsiniz, qardaşım. Amma sənə ziyanvadır. Sənə ziyanvadır. Bunları düşünəcəksən. Peyğəmbərlərin də digərlərindən fərqi bir üstün olub. Adətən digərləri səni başqasına qarşı ayağa qaldırır. Amma Peyğəmbərlər səni özüvə qarşı ayağa qaldırır. Səni səndən vuruşdurur. Sən orada Fatih olmasan heç nə. Bütün islahatların kökü öz islahatından başlayır. Sən burada uduzsan, belə həmişə uduzacaqsan. Onun adı qoyulub cihad-ı əkbər, əkbər cihad. Sən burada uduzsan, haradasa nəsə qazansan, təkəbbürlük gələcək sənə. Təkəbbürlənəcəksən. Diqqət elədiniz? İnsan belə bir varlıqdır. İnsanda ziddiyyətlər mövcuddur. İnsan ziddiyyətlərin cəmindən ibarətdir.
İnsan bütün ziddiyyətli xüsusiyyətləri vücudunda bir yerə toplamış misilsiz qatışıqdır. Ziddiyyətlər var. İndi ürəyi deyirsiniz, nəfsi deyirsiniz, nəfs bir şey deyir, ağıl bir şey deyir, vicdan bir şey deyir, həva istəyi bir şey deyir. Onlar ziddiyyətlərə var. Tövbə də budur ki, hansına qurban verəcəksən. Tövbə nədir? Tövbə daxildə olan ülvi qüvvələrin, insanın içində yatan müqəddəs hisslərin, insanı xarlığa aparan və onu dəyərsizləşdirən və insanın qiymətini günü-gündən azaldan nəfsani istəklərə qarşı olan qiyamdır. Tövbə yəni içəridə bir qiyam. Ağıl, fitrət, vicdan qiyam edir içəridə, daxildə. Kimlə? Nəfsünlə, həva istəyinlə, o ürəyin istəkləri ilə vuruşur. Vuruşur. Tövbə yəni. Ona görə deyirlər, elə belə lütf deyil, böyük lütfdir. Peşmançılıq hissi, tövbə halı müqəddəs oyanışdır, müqəddəs. Müqəddəs oyanışdır. Xoş olsun bu gecə oyananların halına. Bir hədisi qüdsi deyim sizə. Deyir, eynəl muznibin. Buyurur, əninul muznibin. Əstəğfir. Əninul muznibin. Əhəbbu iləyyə min təsbihil musabbihin. Allah deyir, günahkarların istiğfarı, tövbəsi, naləsi, gözyaşı məni zikr edənlərin Subhanallahından daha sevimlidir. Biri qıraqda Subhanallah deyir, biri deyir, bir qıraqda məni əff elə, məni əff elə. Bu əff o Subhanallahdan daha dəyərlidir. Hədisi qüdsidir. Gör, nə qədər möhtəşəm haldır bu hal. Ona görə Allah bilsinə deyir, İnnəllaha yuhibbut təvvabin, süz sevir amma deyir, tövbə edəndir. Və yuhibbul mutatahhirin, tövbə ilə özlərini paklayanlar, mən sizi sevirəm. Amma tövbə eləmək üçün daxildə nə olmalıdır biraz? Biraz güc olmalıdır. Güc ki, adam neynəsin, qalxsın ayağa. Özü ilə vuruşmaq üçün bir gücün olmalı, taqətin olmalıdır. İnsanın ali hissləri rəzil xüsusiyyətlərlə, nəfsani istəklərlə mübarizə apara bilsin deyənə gələk daxili bir gücü olsun, qüdrəti olsun. Bu gücünüz varsa ki, özünüzə yox deyə bilirsiniz, peşman ola bilirsiniz, bu gücü tükətməyin. Bu gücü tükətməyin. Deyərsə, gücünüzə tükənir. İnsan o gücü var, özündə anlayan gücü, peşman olan gücü, qüdrəti. Necə tükənir? Deyirəm, nə vaxt ki, tükənir. Nə zaman ki, insan elə hey günahın yozur, nə deyirsən, deyir, yox, mən o niyyətlə eləməmişəm, axım. Vallahi mən elə eləməmişəm, billah mən belə eləməmişəm. Heç sübut edəmirik də bu kişiyə. Neyniyək? Heç nə. Heç nə. Haçan ki, bu hala düşdü, hər səhvinə bəhanə gətirdi, bir müddətdən sonra nə olacaq? Bədəlin deyirəm. Eşidin və bilin. O insanlar ki, gördünüz, hələ hey bəhanə gətirir. Nə deyirsən, deyir, yox, 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 yox. Eşidin. Bir müddətdən sonra haqq batil ölçən tərəzi, insanın daxilində olan haqqı batili ölçən tərəzi insanı tərk edəcək. Daha sən səhvi səhv, düzü düz görməyəcəksin. Biraz da inkişaf gələcək. Tənəzzül deyə inkişafdır. Bir müddətdən sonra düzü səhv, səhvi düz görəcəksən. Bir müddətdən sonra yaxşılara nifrət edəcəksən, pisləri sevəcəksən. Olacaq bu. Bir müddətdən sonra səni nəsiyyət edənlərdən acığın gələcək, səni yalandan tərif edənlər ki var, bilirsən, yalandan tərif edir, o sevəcəksən. Bilirsən, yalan deyir, səndə yoxdur. Qoy tərifləsin. Qoy təriflə. Təriflə bu kişini. Təriflə bu rahat olsun. Yalan da olsa deyil. Bu xoşu gəlir, deyə buna. Bu üçün yaz boş-boş kommentlər. SMS-də, nə bilim, WhatsApp-da doldur bunun üçün. Hərdən olur, bir günü tanıyıb bunu, elə sözlər deyir, deyir, yox, mən bir günə bu qədər sözlər necə deyir axı? Bir var, belə tanıyır ki, bu nə oldu, bir günə bu qədər söz deyir. Qəlbini əl almaq üçün deyə buna, onun da aciz yeridir, zəif nöqtəsidir. O təriflənmək hissi var insanlar tərəfindən, zəif nöqtədir.
İmam Əli əleyhissalam Malikəşlər deyib, Malik gördün ki, insanlar səni tərifləyir, şeytan bütün gücünü səfərbər eləyib səni yıxmağa müğayət ol. Müğayət ol, ehtiyatlı ol. Allahdan görməyə başla. Artıq eləyirsə, nə o deyil də yaxşıdır, o da yox. Sənlə da bəsdir də. Get-gedə insanda öləcək, bu duyğu öləcək, düzü düz görməyəcəksən, Furqan getdi. Səhvi səhv görməyəcəksən, düzü səhv görəcəksən, səhvi düz görəcəksən. Fi qulubihim mərəz ayəsini deyirəm. Bəzilərin qəlbi xəstələndi. Müalicə eləmədilər, nə oldu? Fəzadəhumullah mərəza. Xəstəlik artdı şiddətləndi. Sonra nə oldu? Və ləhum əzabun əlim. Onları şiddətli əzab gözləyir. Niyə bu günlərə qaldı? Bimə kənu yəksibun. Addım gəldilər, bu günlərə düşdülər. Axı nə baş verdi? Və izə qilə ləhum lə tufsidu fil ərdi. Onlara deyəndə yer üzündə fəsad törətməyin. Qalu innəma nəhnu muslihun. Bizə deyirsiniz fəsad törətməyin. Biz islahat eləyirik, biz yaxşı iş görürük, biz abad eləyirik. Özdə abad eləyən yalnız bizik. Nəhnu, bizik. Bizdən başqası yoxdur ki. Yaxşı elə bir də bizik. Bizdən başqa yaxşı var bəyəm. Əla innəhum humul mufsidun. Agah olun. Onlar fəsad törədənlərdir. Və lakin la yəşurun. Da şuur gedib. Haqqı batıdan ayıra bilmirlər. Düz nədir, səhv nədir ayırdı bilmirlər. Artıq düzə səhv, səhvə düz deyirlər. Hardan başladı? Nöqtə, hardan? Oradan başladı ki, sənə moizə eləyirlər, başa düşmürsən. Bizdən uzaq olsun. Moizə eləyirlər, başa düşmür. İzah eləyirlər, deyib elə deyir. Söz deyirlər, bəhanə gətirir. Daha gülə-gülə eləyir günahı. Əvvəl utanırdı, biraz üzündə həya qalmışdı. Üzünün həyası da belə, üzü də quruyub. Get-gedə o sənə tərk edəcək, deyir. O güc gedəndən sonra tövbə də eləyəməyəcəksən. Yaxşı, tövbə də eləyəməyəcəksən. Görürüz, bir insan peşman olur, ona ümid var. Ona görə də tövbənin 2 dənə sütunu var. Da mən bu il axırıncı qədrimdir, çox danışıramsa, icazə verim, bitirirəm. Bu ildə axırıncı qədri danışıram. İndi gələn ildə Allah ömür verəcək mənə, verməyəcək. İnşallah dua edin, gələn ildə sizin yolunuzda burada xidmət eləyə bilim. Qoy yığın mövzunu bir, nəticə alın bu gecə, bu ruhla neyin, davam edin həyata. Bu fikirlərlə. Tövbənin 2 dənə sütunu var. Birinci, peşmançılıq və narahat olmaq. Birinci, peşmançılıq. Tövbə nə zaman baş verir? Peşmançılıq qəlbə aiddir, qəlbən peşman olursan. Vicdan azabı çəkirsən. Ayılırsan, deyirsən, mən səhv eləmişəm. Özü ciddi səhv eləmişəm. Ömrümü zay eləmişəm. Fürsətləri əldən vermişəm, neymətləri də xarab eləmişəm. Yalnız emosional tövbə kifayət eləmir. Əqli salın işə. Bu danışdıqlarım bura qədər əqli salmaqdır işə. Əqli sal işə, əqllə qəlb vəhdətləşsin, bütün vücudundan tövbə elə. Bir dənə qəlbi rabitə yaradaq. Qəlbi rabitə yaradım. Mən yox, Allah, Allahın sözü ilə. Halvuz yaranı tövbə eləməyə buyururlar ki, insanda tövbə halı yarananda bilsin ki, Allahdandır. Allah birinci ona tərəf üst tutdu, ona görə tövbə halı yarandı. Proses başladı artıq. Əlhəmdülillah, əlhəmdülillah. Bu qədər ki, danışırdım elə bunun üçün. Peşmançılıq yarandı, gözün aydın. Allah lütf elədi qəlb. Qəlbinə iş görür artıq. Sındı qəlbin. İş görür Allah, iş. Müalicə gedir, proses gedir. Xoş halı. Şafi Allah girib meydana. Səni xilas eləmək istəyir. Bəli. Hadisə deyirəm sizə, Qurandan ayə deyirəm sizə. Təbük müharibəsində 3 səfər getmədim. Müsəlmanlardan qoşulmadı. Təmbəllik, süstlük, Peyğəmbərin buyruğuna sadə yanaşdılar, adi, getmədilər müharibəyə. Peyğəmbər qayıtdı. Qaydanda bunlar çıxdı Peyğəmbərin qabağına. Gəldi üzrxahlıq eləməyə. Peyğəmbər qəbul eləmədi. Bəzi üzrlər tez qəbul olunmaz. Çünki məsələ ciddi idi, şəxsi məsələ deyildi, dinin məsələsi idi, böyük məsələ idi. Bunlar üzr istədilər, Peyğəmbər qəbul eləmədi və hətta müsəlmanlar Peyğəmbərin qəbul etməməyini gördülər və bunlar da onlarla başladılar bu 3 nəfərlə soyuq rəftar eləməyə. Bunlar deyil, ictimai qınaq. İctimai qınaq. Bunlar
Hətta o yerə gəlib çatdı ki, ailəsi də başladı bunların soğuk rəftar eləməyə. Nə baş verdi? Bunlar dedilər ki, daha rəhmətən lil aləmin Peyğəmbər də bizi qəbul eləmədi. Niyə? Çəkilə bir güşəyə. Bunlar çəkildilər. Çəkildilər bir dağa. Hərdən gəlirdilər, gedirdilər. Hətta o yerə gəldi ki, İslamın düşmənləri bunlara xəbər göndərdi ki, Peyğəmbər sizdən üst çeviribsə, biz sizin əlvüzdən tuta bilərik. Ən pis şey budur ya. Yaxşı insan adamı buraxa, pis gələ deyə ki, ver əlvi. Adam burada ölür. Adam burada ölür, həqiqətən. Gör, nə günlərə qaldım ki, mənə tamaq saldı günah, pis insanlar. Mən nə günlərə qaldım ki, pislər mənə ümid edir ki, mən qoşularam onun cərgəsinə. Yaxşı haldır. Bu 3 nəfər deyir ki, bu lap bizi yandırdı. Yanmalı daxı. Tövbə eləyə bilsin, həqiqi tövbə. Bu çox yandırdı bizi. Deyir ki, bir yerə gəlib çatdıq ki, üçümüz birimizə dedik ki, onsuz hamı bizdən üst çevirib, biz də bu gün deyik. Gəl birbirimizi də üçümüzdən ayrılaq, tənhalaşaq, tənha tövbə eləyək. Allah da görsün, tənha qalmışıq, tənhaya tez üz tutar. Üçümüz də ayrılaq. Burada eybi yoxdur. Bunlar tənhalaşdı. 50 gün fasilə. 50 gündən sonra bu ayə gəldi. Tövbə surəsindədir. Ayəni oxuyuram üstə. Peyğəmbərə gəldi. Və aləs-sələsətillezine xullifu. O 3 nəfər ki var, ay Peyğəmbərə. Səlasə nədir? 3. Sənə qarşı çıxdılar. Haqq yoldan çıxdılar. Halların sənə deyirəm. İzə zaqətə aleyhumul ard bima rəhubət. Yer onlara bu qədər geniş olduğu təqdirdə sıxılmağa başladı. Hərdən adam girir bir dənə geniş yerdə, sıxılıram, sıxılıram. Mənzərəyə də baxır, sıxılıram. Evə girir, sıxılıram. Heç nə onu rahat eləyə bilmir, heç nə. Deyir, bəlkə dostuna oturum, o deyil. Bəlkə filan kəslə, o deyil. Nədir bəs bu? Zaqət aleyhumul ard bimə rahubət. Yer sıxır onları. Davamına baxın. Və zaqət aleyhim ənfusuhum. Özlərində də özlərinə yer tapa bilmirlər. Ayəyə baxın, qurban. Özümdə yer tapa bilmirəm. Zaqət aleyhim ənfusuhum. Özüm üçün bir yer tapa bilmirəm. Tamam. Və zənnu ən la məlcə minəllah illa iləyh. Başa düşdülər ki, Allahdan başqa heç kəs olan əlindən tuta bilməz. Belə pis vəziyyətimizdir. Nə baş verdi? Deyir ki, tabə aleyhim. Allah onlara birinci qayıdış elədi. Liyətubu. Ki, onlar tövbə eləyə bilsinlər. Onlar ki, bu dərkə yetişdikləri Allah əlimizdən tutaq. Allah deyir, onlar çatmadılar, bu dərkə yetişmədilər. Mən onları oyatdım, mən onları ayıltdım. Onlar tövbə eləmək fikrinə düşdülər. Onların tövbə eləmək fikrinə düşməmişdən öncə mən rəhmət əlimi onlara uzatdım. Onlar tövbə eləmək fikrinə düşdülər və tövbə elədilər. İnnəllaha huvət-təvvabur rəhim. Bağışlayıram sizi də, qutardı məsələ, bitdi. Bildiniz? Misalın deyim, uşaq atadan küsüb, ata uşaqdan küsüb. Evə gəlir, görür, ata baxmır. Anaya deyir ki, bəlkə sən deyəsən, ana deyir, artıq mənlik deyil. Uşaq sabahsı gün gəlir, diqqətlə atanın gözünə baxır ki, bir dənə ata belə, bir dənə təbəssüm eləsin, bu da neynəsin? Siz ata bağışla, ata desin, bağışlayıram. Bu dəfə evə gələndə fürsət tapır, görür, kişi neynədir? Biraz belə baxdı uşağa. Bu belə baxan kimi ata bağışla mənə deyir. Ata deyir, bağışladım. İndi birinci kim addım atdı? Oğul yoxsa ata? Birinci ata addım atdı. Ona belə məhəbbətlə baxdı ki, bu tövbə elədi, səhvin başa düşdü, iqrar elədi, sonra ata bağışladı. Bizdə də belədir. Bu ki, halın yarandı, tövbə haləti, bunun nəticəsi budur, mənim qardaşım, mənim bacım. Rəhmət gözü ilə qəlbivə baxdı, qəlbin sındı və dönüş elədi. Nəticə budur. Yoxsa başqa cür mümkün deyil. Günaha nə qədər çox nifrət eləsin, bir o qədər peşman olacaqsan, nəticədə möhkəm tövbə edəcəksən. Tövbənin səmimiyyəti peşmançılığın şiddətindən qaynaqlanır. Və ikinci sütun da budur. Birinci sütun peşmançılıq. İkinci sütun əzm və iradə və qəti qərar verməkdir.
qəti qərar verirsən ki, da qutardıq. Mən bir də eləməyəcəm. Bu ikisi tövbənin üstündür. 4 dənə də başqa bir şey var da, onlar qaldı gələn illərə. Amma bunu eləyə bilsəz, böyük neymətdir. İkinci sütun nədir? Əzmlə, qəti qərar versən, qutardım. İndi yolda yıxılarsan, nə olarsan, tutarlar əlindən. Amma indi qərar verəcəksən. Ki, oldu, bitdi. Belə vurursan əlvərdən stolun üstünə, ya, özü də ürəyimin üstə bir dənə belə vurursan, qutardı. Qutardı. Bitdi. Belə möhkəm. Əgər bunu eləsə bəşər, Allah neyər? Allah qəbul eləyər. Allah qəbul eləyər. Həqiqətən əzmlə, iradə ilə tövbə eləsə. Və bu da son hadisəni danışıram. Peyğəmbər zamanında bir nəfər ciddi bir günah elədi. Böyük bir dənə səhv elədi. Ki, İslama zərbə vurdu. Amma başa düşdü və peşman oldu. Başa düşdü, Peyğəmbərin yanına gəlmədi. Getdi birbaşa Mədinədə, Mədinə məscidində bir sütun var orada, mən olmuşam, o sütunu görmüşəm, tövbə sütunu. Həcdə olanlar bildilər. Yazılıb üstünə tövbə sütunu. Onu ilə bağlıdır, bu adamla bağlıdır, ayəsi də var. Əbu Lubabədir. Gəldi, özünü tutdu o sütundan, uşağına da dedi, qızına dedi, gəl mənə bağla o sütuna. Dedi, nə üçün? Dedi, yox, burada qalacam. Yeməyimi hərdən gətirərsən, namaz vaxtı gələrsən, açarsan, namazımı qılıb, özümü cəzalandırıram. Peyğəmbərə gəldilər, dedilər, gəl elə mənə deyəydi, dedi Peyğəmbər. Mənə desəydi, mən belə qoymazdım eləsin. Daha özü edib, neyniyim? Qaldı orada, Əbu Lubabədir tarixdə. O sütun yenə deyirəm, mən Mədinədə olanda adətən gəlirlər, ürəklərini belə qoyurlar üstünə, tövbə edirlər. Deyirlər, tövbələr qəbul olar. Mən o sütunu görmüşəm də, yaxınlaşmışam da. Əbu Lubabə deyirlər, dayandı orada. Peyğəmbərə gəldilər, dedilər, da özü bilsin. Bir müddət keçdi, artıq ayə gəldi. Ayə bu idi ki, وَآخَرُونَ اِعْتَرَفُ بِزُنُوبِهِمْ Bəziləri günahlarını etiraf elədilər, ay Peyğəmbər. خَلَتُ عَمَلًا صَالِحًا وَأُخَرَ سَيًّا Yaxşı işlər də var idi, pislər də var idi. Qatışıb da indi, hərdən günah, hərdən pis. İndi bizim kimi də. Bizim kimi. Əsallah ən yətuba aleyhim. Allah onları bağışlayar. İnnallaha qafurun rahim. Allah bağışlayan Allahdır. Bu ayə gələn gün Peyğəmbər Ümmü Sələmənin evində idi. Ümmü Sələmənin evində idi. Ümmü Sələmə dedi, olar mən bu xəbəri, şad xəbəri özüm verim. Dedi, ver. Ümmü Sələmə çıxdı, gəldi. Axı Peyğəmbərin evi bağlı idi o məscidə. Kənarında idi da. Gəldi, qapını açdı, dedi, Əbu Lubabə dedi, bəli, gözün aydın olsun. Sənin üçün ayə gəlib. Günahkar üçün ayə gəlib. Tövbə edən üçün ayə gəlib. Dedi, doğrudan dedi, dedi, Allah bağışladı. Bu söhbət yayıldı. Mədinə əhli gəldi, bunun ehtiramına da bunun üçün ayə gəlib. Deyirəm, qurban olaram Allaha. Günahkarı görünəcə izzətli edir. İndi hamı buna yaxınlaşır ki, maşallah sənin üçün ayə gəlib. Allah gəlir, insan gəlir Allahın səmimi olayı. Günahkarı necə izzətli edilir Allah Taala. Gör, hardan ara gətirdi, bataqlıdan necə çıxartdı. Hamı gəldi, Əbu Lubabə üstünə dedi, heç kəs mənim zəncirlərimi açmasın bu sütundan. Dedilər, nə oldu, xuda qutardı, ayə də gəldi, dedi, yox. Dedi, nə oldu? Dedi, Peyğəmbər gəlir öz əlləri ilə bu zəncirləri açsın. Mən onun yanında üzü qarayam. Dedilər, ya Peyğəmbər, bu heç kəsi qoymur, balasını da qoymur. Heç kəsi qoymur. Dedi, gəlib özüm açaram. Bəh. Ərhəmur Rahimin ayə göndərdi. Rəhmətən lil aləmin zəncirləri açdı. Günahkar oldu, əziz, izzətli. Allahu Əkbər. Tövbə insanı bu qədər hörmətli edir. Tövbə insanı buralara gətirir. Hardan hara qaldırır. Bu gecə inşallah yaxşı tövbə edin. Qəlbinizlə, o sınıq qəlbinlə üz-üzü tutun Allah dərgahına, ə'tərəfu bizunubihim. Günahlarınızı etiraf edin Allaha. Allaha insan günah etiraf eləyər. Etiraf elədikcə bağışlayacaq. Hətta bir dənə müjdə deyim, haçan ki gördünüz, oturan halda bir günah yadınıza düşür ha. Bir yağdan yadında deyildi. Allah bəhanə edir, özü bilə-bilə yadıva salır ki, bir dənə deyəsən, əstəğfirullah bağışlasın. Olmayıb, hərdən biz demişik, filan kəs bir dənə nə olaydı, gələydi, deyəydi, mənə bağışla, tez bağışlayaydım, ürəyim darıxıb onun üçün. Hətta alimlər üstünə deyir,
Alimlər deyir ki, insan ki günah eləyir, Allah ona dönüş eləyir ki, bəşər, bəlkə qaydasan. Hər günahına bir dənə dönüş, deyir, yox, bir dənə dönüş eləmir. Bir günah üçün bəlkə də 10 dəfə dönüş edir. Bəşər gəlirsən, mələikə yazmaq istəyir günahı. Allah deyir, mələikə hələ yazmayın, biraz üçün bəlkə tövbə eləyəcək, tələsməyin. Allah qalsın, hələ qalsın, qoy yazılmasın dəftərinə ki, nəinki pozulsun. Allah balladır. Ya Rəbbəl aləmin, Allahım, qapıva gəlmişik, ilahi, bu gecə, 3-cü qədr gecəsi, qapıva gəlmişik, məsumlarla birgə gəlmişik, Əmirül-Mömininlə birgə gəlmişik, Həsənlə, Hüseynlə birgə gəlmişik, onlara təvəssül eləmişik, sənə üzümüzü tutmuşuq. Ya Əmirül-Möminin, sən dua elə, sən istə Allah bizi bağışlasın. Ya Əmirül-Möminin, ya Əmirül-Möminin.